Axşamınız xeyir əziz dostlar. 2 gündür böyük ajiotaja səbəb olan mənim ifamda ətrin duyulur havada. Bu mahnı müəllif tərəfindən bəyənildi. Rauf Tağıyev buradan salamlayıram. Mənim ifamda olan bu mahnını öz şəxsi Instagram hesabında paylaşaraq bəyəndiyini qeyd etmişdir. Bir müğənni üçün bu vacib məsələdir. Gəlirəm ikinci bir məsələyə dostlar. Mən o mahnını əlimdə olan bax bu musiqi aləti ki var. Bu sintezator deyil. Bu elektro pianodur. Bu elektro pianoda sizin eşitdiyiniz o orijinaldakı səslənmə ki var. Ritm olsun, səslər olsun. O yoxdur. Mən də indi bacardığımdan və piano imkanlarından onu bacarmışam. Və nəzərə alın ki, siz fonoqrama qulaq asıb orijinalda bununla müqayisə etməyin. Burada echo yox, bas yox, salon yox, mono yox, stereo yox, səs gücləndirici, heç nə yox. Qupquru öz canlı səsim və bəstəkar tərəfindən də bəyənilirsə, nə mutlu mənə. Bəyənməyə bilərsiniz. İndi gəlirəm üçüncü məsələyə. Bunu neçə gündür bunu da bildirmək istəyirdim. Məsələn, bir misal çəkəcəm bəyənməyən 1-2% insanlara. Bunu da qeyd edim ki, məndən bu mahnını bütöv versiyada istəyirlər. Çox saylı minlərlə izləyicilərim, mən söz verirəm, oxuyacam və mənim ifamda da fonoqram versiyada görəcəksiniz. Onda dediklərimi başa düşəcəksiniz. Üçüncü, bax, dostlarla və yaxud rəfiqələrlə zaman-zaman restorana gedirsiniz də, gedirik də, yemək sifariş edirik. Sizin də yəqin ətrafınızda var hər hansı dostunuz, əziz xanımlar ya da rəfiqəniz. İnsanın süfrədə iştahını küstürən adamlar. Oy, bu nə yeməkdir? Oy, yox, onu istəmirəm. Vay. İstəmirsən, xoşun gəlmir, sakitcə deyim, mən falan yemək yiyəcəm. Falan yemək yeməyəcəm. Amma bunlar etiket qaydalar deyilən məsələlərdir. İndi nəyi mən də biləcəm, mən də belə videolar çəkib sizinlə bölüşəcəm. Nəyi də bilməyəcəm, nə olar ki, şərhlərdə siz yazın. Gözəl fikirlər yazmısınız və yazmısınız bunu bütöv versiyada oxu. Eləsi var yazıb ki, bunu biraz sürəti artır. Nə bilim, disko janrında. Yəni belə də fikirlər, gözəl fikirlər var. Niyə də olmasın? Çoxdur fikirlər, indi yadıma bu ikisi gəldi. Dediyim odur ki, nəhayət 2 gündən sonra o qarğış yazan 1-2% ki var idi, onları haqq yoluna dəvət etdim və onlar da gəldilər. Çünki yazırlar ki, Afət xanım, İstədik nəsə yenə belə yazaq deyir, qorxudan yaza bilmədik ki, cavab atəşi ilə susturulacaq. Düz yoldasınız, qorxucana kafidir. Ona görə də mən də sizə təşəkkür edirəm. Gəlin, mehriban olaq. Və müğənnilər, musiqiçilər sizə gözəl günlər arzulayan insanlardır. Yəni, bizim missiyamız nədir? Vallahi heç mən sizin toya dəvət edib verdiyiniz o pula da möhtaç deyiləm. Amma niyə sizin yaxşı gününüzə gələk də iştirak eləyək? Yəni, vaxt olub asılı olmuşam. Təşəkkür də etmişəm, indi təşəkkür edirəm. İndi asılı deyiləm. İndi olsa da olar, olmasa da olar. Amma ki, niyə qoy olsun da? Yağın aşan əziyanı var. Olsun, olsa yaxşıdır. Gecəniz xeyrə.